Salam 8A sınıfının bozkurtları. Sağ ol. Eşk olsun size. Bugün Azerbaycan xalqının qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Qoy o gün gəlsin ki, bütün Azərbaycan birləşsin, Təbriz, Urmiya, Ərdəbil Azərbaycan Respublikasının tərkibində olsun. Müstəqil Azərbaycan Respublikasının bütün zərif və incə qadınlarını təbrik eləmək imkanımız olsun. Hesab edirəm ki, o gün yaxındadır. Eşq olsun Azərbaycan qadına. Eşq olsun. Hörmətli 8A sinifi. Siz bilirsiniz ki, Mart ayı son dərəcə Azərbaycan xalqı üçün əhəmiyyətli bir aydır. Burada həm 8 Mart Qadınlar Bayramı, Oruçluq və Ramazan Bayramı və bir də Oğuz türklərinin daima qeyd etdiyi təqvim ili var. Novruz Bayramı. Buna görə də sizin adınızdan istifadə edərək bütün sizə zəhmət çəkən qadın müəllimlərin 8 Martının, sizin təmizliyinizi gözləyən, sizə qulluq göstərən texniki heyəti, eləcə də məktəbimizdə olan bütün müəllim və texniki işçiləri sizin adınızdan təbrik edirəm. Bizim məktəbin qadınları, müəllim, texniki heyət daim sizin qulluğunuzdadır, sizə təhsil və tərbiyə verir, sizə xidmət göstərir. Hesab edirəm ki, sinif olaraq siz bu insanları yüksək səviyyədə qiymətləndirirsiniz. Buna görə də sizə təşəkkür edirəm. Eləcə də sinifin qız şagirdlərinin bayramını təbrik edirəm. Oruç tutanlar varsa onların orucu qəbul olunsun, canları sağlam olsun. Tanrı sizə həmişə yar olsun. Mən hesab edirəm ki, buradan ayaq üstə duraraq bizim Azərbaycan qadınlarını, məktəbin müəllimlərini təbrik eləyə bilərik. Mən təbrik edirəm, siz də bir ağızdan təbrik edirik. Təbrik edirik.